Günaydın. Günaydın olsun. Deməli, ad gün vlogumuza başlayırıq arkadaşlar. Alisa, mən saçını necə olur? Deməli, Tacirə sürprizim var. Tacirə bilir ki, ona heç nə almamışam. Elə bilir, anasını almışam, qızıl, onu almamışam. Tacirə bilirsiniz ki, Alisa'nın doğum gündə sep almışdım və neçə vaxt məndən bir dənə klon bəyənmişdi. Onu sifariş elədim bugün, hazırlatdırdım. İndi göndərirlər. Şəklini yerləşdirəcəm buradan videonun üzərindən baxarsınız. Çox sevinəcək. Dünəndən bəri mənə gecədən deyir ki, mənə niyə hədiyyə almamısan? Mənə heç kim heç nə hədiyyə almır, nəsə oyan buyan. Mən də deyirəm ki, mamaya almışam da, sənə almamışam. Oxşumda bir sözlə gedirəm Tacirin hədiyyəsini götürməyə, daha doğrusu bura gələcək, oradan götürəcəm. İndi bir dənə pul çıxartmalıyam kartdan. Pulu çıxardım papa ilə. Sonra gedirik, papa mamaya hədiyyə almayıb. Gedirik papa ilə mamanın da hədiyyəsini götürməyə. Mən hədiyyə almayacağım, mən başqa bir şey verəcəm. Pul verəcəm yəni. Mən pul verəcəm, daha doğrusu oğlu pul verəcək. Papa isə hədiyyə alacaq. Gedək görək mamaya nə edirik. Oxşumda arkadaşlar, bugün yolumuz uzun, incə, rasxodlu bir gündür. Gedək görək başımıza nə iş gəlir. Getdik. Birinci pulumuzu çıxardaq. Nə alırsan arvadına? Qızıl alacağım, nə alacağım? Sep deyir ki, mən keçim Danış. Qızıl alalım, Arvadın görsək sən arvadla güldün, sənə günah ayıracaq deyən. Paylaşacaq. Biraz verdim. Deməli girmişik qızıl yerinə. Mənim siz nə deyir? Allah'ın olsun. Bir harda keçən qız var, ondan alaq. Bir arada geçək qızıl var, ondan alaq. Qızıl demədin, qız dedin. Onun sözlər atacaq. 40 milyon ailənin dağıdasın. Mən də gəldim bura, qayıtdı ki, bu xanım deyir, mənə gülmədi, bundan almaq istəmirəm. Deyirəm ki, harada geçək qızıl var, ondan alaq. Neyse arkadaşlar. Şeydir. Ne alacağım? Ne kadar verəsən? Onun nədindən birini Baba, mən pulum var. Deməli, uşaqlar, bax, bayaqdan qırıq bibimizi mənim bütün əsəblərimi oyadır. Deməli, pulu çatmır, yeyib yapışıb ən bahalı şeydən. Mən də deyirəm ki, bu da deyir ki, pulun üstünü sən düzət, alaq. Nəysə də opşun. Mamanın hədiyyəsini özüm alası oldum. İndi göstərəcəm sizə. Papa da pul verəcək. Sən də pulu ver də. 11 manat xərclədim. 1 manat sumkaya xərclədim. 10 manatda qızıl. Nəysə arkadaşlar, mamanın hədiyyəsini özüm alası oldum. Çünki baha idi, mənim ürəyimdən gəldi, aldım. Papa əlin arvadına görə cibinə atmadı. Ay Allah. Mama papa özü pul verəcək. Amma pul ondan almaq yoxdur. Eşitdim, pul özü arvadına özünə xərcləyir. O da elə deyəcək. Səhər axşam edəcəm, səhər var. Mama, bəsdir də. Nəysə arkadaşlar, papa pul verəsi oldu. Bir dənə bahalı bir şey alıb. Allah'ın özüm mən onu... Papa dedi balacasını alın, mən özüm alım. Papa almaq istəyirdi. Prosta böyüyü daha qəşəng idi. Mən də papa dedim ki, onda gəl sən pul ver, ona verəcəyim pulu. Papa mamaya 200 manat pul verəcəkdi. Amma mən bunun böyüyünü bəyəndim. İndi göstərirəm sizə, baxın. Balacası da var idi. Prosta mən balacasına ürəyim razı olmadı da. Böyüyü daha qəşəngdir. Həm də indi bu düzdür, dollar simvol olaraq gedir. Amma mamanın adı Şəhnudur deyə Şəhnura daha çox bənzəyirdi. Bir dənə qəşəng belə üzüyə aldım. Neçə aldıq papa? 550 manat da demək olar. Balacası var idi, papa balacasını almaq istəyirdi özü. Prosta balacası bunun qəşəng görsənmirdi. Mamanın əlləri iridir də, qəşəng görsənəcək bu əllərində. Mən də papaya dedim ki, mamanın hədiyyəsini mən alım. Onsuz biz hədiyyə almalıydıq da. Əslində mən pul verəcəkdim mamaya, hədiyyə almayacaqdım. Elə oldu ki, elə üzüyü aldım. Dedim papa da pul versin özü. İndi arvadına pul verər, gedib alar. Mən də tortunu zadını zakaz eləmişəm. Hədiyyəmiz. İndi gedirəm Tacirin hədiyyəsini götürməyə. Neyse, gedək pulumu çıxardım. Bankrot olduq. Baba, sən almışsan, elə də ayıldıysan ki bayaqdan. Nüqey? Hə? Baba, qoyasan lambarda ki, sən bu üzüyü mamanın barmağında göməsən məndən incə olma. Güzel, lambart demək. Lambartda bir sənə yapılım var. Neyse arkadaşlar, gidelim. O qədər əsəbiyəm, Allah'a and olsun, o qədər əsəbiyəm. Hədiyyələri almışam, Tacirin də hədiyyəsini aldım, mamanın da hədiyyəsini aldım. İndi də papanı gözləyirəm, tortu götürəcəm. Bir dənə qanım qaradı, həm Tacirə çox əsəbləşmişəm, həm kartımdan pul çıxarda bilmirdim, ona çox əsəbləşmişəm. Prosta ki, özümü sakitləşdirməyə çalışıram, ürəyim tutub Allah'a and olsun, nəfəs ala bilmirəm də, yəni dəhşət çox əsəbiyəm. Özümü sakitləşdirməyə çalışıram, amma sakitləşə bilmirəm. Neyse, gedək hazırlaşaq. Tortumuz da gəldi. Baba düşdü tortu götürməyə. Taksilər də məni bir yandan vapşiyə əsəbləşdirir. Yazır ki, çatmışam, yığıram telefonu, açmır, istəyirəm ona ağzıma gələni deyim də. İndi deyir, telefon qalmışdı maşında. Mən gözümün aydın sənin maşında qalıb. Məhsulunu gətirmişsən, maşında qalıb, nədir?
Düşüb orada olanlarla söhbət edir mənim üçün. Mən papanı göndərdim canına ki, getsin qanını içsin. Gör bu kişi gəlmək bilir. Bu kişi də məni bir yandan əsəbləşdirir. Allah haqqı. Dəqiq signalı basacağım. Bax, durub orada söhbət edir onlarla. Ağsaqqal kişisin, cavan uşaqlardır. Gəl keç bu tərəfə də denən. Nəyə söhbət edirsən onlarla? Allah mənə səbir versin. Vallahi heç nə demirəm. Özümə yalnız və yalnız səbir arzulayıram da. Başqa heç bir şey arzulamıram. Gəlir. Arxaya qoy. Əzilməz papa. Yox. Dəqiq. Üstünə baxım. Boşdur. Ne kadar güzeldi. Arkadaşlar. Tortumuzun şəklisini qoyacağım. Instagramda bir dənə xanım var, sağ olsun. Çox gözəl düzəldir. Həqiqətən də dadı çox yaxşıdır. Bax buna o qədər səbiyyəm. Bu var ha, bu kişi. Sən getdin pır xırdaladın. Nə var, 15 Gəlib özü manat xırdalayardı da. 15 manat verməliyəm cəmaata. Kartına deyərdin, kartına atardım. Yox, deyil kartını denən atım, mən də vermədim. Verirdin atardı da kartı. Ay Allah 5 manata götürüb buradan geyib mağazaya. 5 manata görə deyəndə 5 manat qalıbdı, amma buradan nə qalıb ki? 5 manat qalıbdı, amma. O 5 manat da sən dörə mənimdir. Onun üçün də qalmadı, 13 oldu. Allah, məni qımayan mənim dərdimə düşsün. Burada 5 manatım vardı, 13 oldu. Bəs sənə verdim də onu. İstəmədin məndən 5 manatı verməyə deyə. Əritdin eyvunda. Elə bütün cimdəki 5 manatı vermişəm. Pulum yoxdur. Buna 5 manatım vardı, 13 oldu. Onu da verdim gediyə. Ay Allah, ürəyim çıxır yerindən ya Rəbbim. Nə olar Sən Allah. mağazın kömək, bir də mən səndən heç yerə getməyəcəm. Bu nə daha, mən 3 dənəsini... Neyse. Götür, Red Bull da aldırıb mənə 2 dəqiqə. Mən deyirəm, mənim ürəyim tutub düş getməyə dərman al, geyib özünə Red Bull alım. Allah'ım, mən ölsəm sənə bir qram vecdə deyəcəm. Allah haqqımı getirər, sən istəsin. Sən Allah, bax indi... Nəydi o düşdü yerə? Qəpiklərimiz düşdü arkadaşlar. Yəni görmək, bir dən pul kartım itər, qalaram pulsuz papa. Sənin əlindən necə... Tot maşında qalsın. Onda o əzməyin, ha, bir dən əzlər eləyər, o şeyindir. İtirməmisən. Taksiyə verdin, o sənə 5 manat qaytarıb da. Grant sən xırda verdi. Sigaret aldım. Gelib mənim pulumu həm Red Bull, həm sigaret. Mən neçə saatdır əsəb keçidirəm, stres keçidirəm, mənim ürəyimə sürür da. Özü də gördü ha mənim keçirdiyim əsəbi. Sən nəyimə sənəm ki? Mən səndən çox keçirdim. Deməli mən əsəbləşmişəm. Deməli mən əsəbləşmişəm, qışqırıram maşında, taziylə dalaşıram. Bütün qorxusundan dırnaqları yedi. Dırnaqları yedi, qarnına bağlı düşür. Qarnına bağlı gelib eşitsin. Mən də işte deyəm, bir iki əsəbləşində beynim sönür də. Bir dənə sakitcə quzu kimi oturub buran olmasın. Səsi də çıxmır ha, bax, and ol Allaha. Səsi çıxmır. Bura. Yəni bax deyinir. Sən gəlinir. Bu var ha. Səni məhv edəcəm, pusu ad gündə sənə dəymirəm. Tacir, maşında əsəbləşmişəm sənə. İşte, mən ağlamaq, uşağın başına düşmüşdü. Mən ağlamaq tutub. Ne de sakit oturum ağzından. Tüm dırnaqlarımı yedim yaptım. Mən əsəb keçidirəm, mən əsəb keçidirəm, bu dırnaqları yiyir, Allah'ım olsun. Seni qıbı, haydi. Mama, mən... Ay Alisa, sən maşı şişirsən. Deməli, biz hazırıq, uşaqlar. Çıxdıq evdən. Mən evdə çox hazırlaşanda video çəkə bilmədim. Ona görə beləncə çəkdim. Çünki artıq gecikirik. Saat 8-də orada olmalıyıq. Bordo köynəyə geyindim. Taci də bordo köynəyə geyinib. Gedək. Bu arada mən Tacir olacaq sürprizimdən. Tacirin xəbəri yoxdur. Tacir ilə birlikdə mən hələ də ona hədiyyə almamışam. Amma bacımın da bir də hədiyyə almış. Özdə ən sevdiyi şey almışam da. Çox bəyəndiyi bir şey almışam. Hopşum, mamaya da geçən hədiyyə aldıq. Mən aldım onda, daha doğrusu Tacir'in ikimizin adına verəcəyik. Yəni mən aldım, ikimizin büdcəsidir. Prosto yəni ikimiz verəcəyik də. Belə. Tortumuz da hazır, güllərimiz də hazır. Şimdi gidiyoruz ad günümüzü qeyd eləməyə. Hə qızım. Hə, bu da hazırdır. Əsas budur. Uşaqlar, mama ilə papa gil, mama gil düşdülər restorana. Biz gəldik şam almağa papa ilə. Şamımız yoxdur. Tortumuz adımız hamısı hazırdır. Şamımız yoxdur. Tepdə şam olur. Papa, sən əsəbiyəm ha, Allah haqqı. Mən sən verəm xəstəsi eləmişim. Onu 50-50 verməmsən. Pa, məzələsən, elə qəşəng görsənir.
Bunlar ne tadır? Papa Allah qaba gözümün qabağında verirsə, o pulun qəpiyinə ki mamadan alsa məndən incimədi yan. Deməli uşaqlar, papa 200 manat pul vermişəm ki mamaya versin. Amma bugün o 200 manatdan çox rasxoda salmışam da. Gülümüz gəldi, mamaya gül zakaz eləmişəm də. Papa indi gülün yanında taksiyə də 8 manat pul verdi. Bugün ancaq taksilərə verib. Biz ifadəsini görmədik. Dedim ki, papa 8 manat taksiyə verəsən, dəli oldu. Ki gözəl 200 manat pul verib, 200 manat mənə qısdırdı. Qoy, qəşəng qoy. Elə qoyma da düşəcək. Ay sağ ol, elə qoy. Orada koyarım da bunu. Qoy papa, sənə etibarım yoxdur. Sö. Düşürmeyin nerede? Gözdə qoy, Nərgiz də gəlsin, Nərgiz də götürə. Bu arada Nərgiz də gəlir. Bu arada o orada geçti. Onu gözləyirik, o da gəlsin, qalxırıq. Ay kızlar. 8 manat bir xaçlamışam, 12 manat bir xaçlamışam. 20 manat, 15 manat bir xaçlamışam. Taksiye verdim torta. 35 manat. O şimdi 60 manat. 80 manatın da bizdə var. Of, nə 200 mənə öz elədik də Nurla. Allah'ım desin bana. Buna çıkacağım olaram bu yüzden. Neyse mama gidici gözlüyor. Bu priyatlı gəlir. Bu gülü həqiqətən beğendim. Sevdim bu gülü. Ben hələ Yemir kızım, yemir aşkım. Yere koyma da mama. Yere koyma hadi.
Arkadaşlar geldi eve. Qaynanam gil getdilər. Biz Alisanı tez çöpçüyə apardıq. Çünki çöpü qalmışdı. Nə qədər şey çıxdı. Burnum çox pis qaşıydı və nəfəsimdən pislik gəlirdi. Bizim də Enzestədən güvəndiyimiz çöpçü var. Ora getdik tez yol üstü. İndi qalxırıq və tez bir dənə Alisanı rahatlaşdırın. Qaynanam da bizlə gəlib tacına futbola baxacaqlar. Galatasaray Qarabağ uddu qızdı. Beraber oldu. Beraber olur. Tamam, bunlar baxsınlar. Mən də Alisanı yatışdırım. Bu nədir qızım? Kim taxmışdı onun başına? Ne takmasın? Bunlar götürürler terbiyesini. Kim taxmışdı onun başına? Hə? Qapını qapatsam. Sadəcə ayaqqabıma kömək elədən nə olur? Bir tutun bunları mı? Gel. Gel soyunaq ana qurban. Gel soyunaq aşkım. Hoppa. Taci benim de bu ayakkabıları buradan yok elə hamısını. Şəpiləri öz yerinə qoy. Gel bunu takak başımıza. Ged aşkım, ged atıya. Takak bunu başımıza. Aferin. Baxsın mamasına. Aferin. Allah ne kadar güzeldi bu. Hadi gel. Deməli uşaqlar, müqəddəs ana tablosu var. Evə gələn kimi mən əynimi dəyişdim, gözəl əynimi dəyişmədi. Alisa rahatlaşdırdı, indi dəyişəcək əynimi. Alisa xanım da oldu, gecə dizlərdən yenə. Bura bax Alisa xanım. Oy, oy, oy. Nə gözəldir mənim. Aferin. Ay Allah, ay Allah. Allah ne kadar güzel oldu hə? İndi rahatlaşdı baba. İndi uşaqlar gözəl çəksin. Qardaşımın da mənə hədiyyəsi var. Onu sizə göstərim. Əyni geyində bir. Gözləyin səni. İstəyirəm onu geyim. Çöpçüdən gəlmişdi deyir uşaqlar. Dedim qəşəng yuyum ki mikrobuza da olmaz. Şahçılar gün bilir ki, mən yatmamışdan qabaq Osman oluram. Nə varsan az? Qalatasarayın Azərbaycanda olan rəsmi mağazasından görək nə alınıb mənə. Afiyet et zəhmət olmasa. İnək alınıb mənə. Galatasaray bilirsiniz, ürəkdə hal-hazırda canlı oyunu izləyirik. Qarabağ bu arada 2 oyundu. Söyləyəm. Səfərdəyəm bundan sonra. Mən gedirəm. Bu günlərim şeylə oyunumuz var. Şeylə. Buradan geydim. Ağzın da adını öyle çaşıb Galatasaray. Saxla. Alarsan. Sən qalıb içərəm, ma işdi. Mən Galatasaray hədiyyəsiz adı maraqlıdır. Hə. Alisa'ya da şey almışdı, Galatasaray almışdı. Sana layık düşler senden önce. Oxşuysan necə Tati? Icardi-dir, hə? Şort bu yaraşır. Masklarına bax hələ. Yaşdan gəldim də. İşçi arkadaşlar. Mən gedirəm sayfanaya gələcəm. Get çinmişdin sən Rex anasına kömək eləyəcək, anası şkafını qatlayacaq, hə? Yoxsa yox? Səndə kömək eləyən sifət varsa mənim üzümə lənət, heç nə demirəm. O qədər yorğunam, Allah and olsun. Paltarları yudum, sərdim. İndi Alisa'ya ət qoymuşam, qaynasın saat 1-ə işləyib. Alisa da hələ yatmayıb. Şimdi yeməyin yedi. İndi aparım onu yatışdırmağa. Restoranda yatmışdı deyə ona görə yuxusu qaçıb. Uşaqlar, Alisa'nı yatışdırım, sonra gedim insanın yeməyin pişirim. hər il yaşına yaş gəldikcə müəyyən şeyləri dərk edir. Müəyyən düşüncələrə sahib olur. Başladı yenə professor. Bu ad günümdə də mən bəzilərinin üzünü gördüm. Mən kimlərə ki necə olmuşam, heç biri mənə qarşı elə deyillərmiş, bir daha şahid oldum buna. Mənim ürəyim budur, mən yəni olduğum kimi. Heç inansız ki, heç kimdən də nəsə gözləmirdim. Mənim ailəmin mənim yanımda olmağı, yəni kimisə varlığını, kimisə yoxluğunu mən heç vaxt hiss edə bilmir. Aşırı da hədiyyəni bəyəndim. 100%. Onu göstərə bilmərəm uşaqlar, amma
sevdiyim bir şeydir. Canım həyat yoldaşım mənə hədiyyə elədi. Xəbəri yox idi. Dünəndən ağlayırdı ki, mən heç kim hədiyyə almayıb. Bugün o hədiyyəyə görə nə qədər stres keçirmişəm. Bir sözlə uşaqlar. Çalışın layiq olan insana da eləməyin nəyisə. Çünki yəni insana qədərindən artıq dəyər verəndə qudurur, ayağın altı yer alır. Elə bilir ki, həmişə eləməlisən. Həmişə eləməlisən. Elə bilir qarşındakı insan elə bilir ki, səni papazlayır, səni nə bilim şey eləyir. Daha demir ki, bu adamın ürəyindən gəlib nəyisə eləyirsə, bu yəni onun acizliyi, onun nə bilim loxluğu deyil də, bir sözlə belə deyim. Nəysə uşaqlar. Nəysə, Başım yaxşı biraz ki, aşkım. ailəm yanımdadır, sevdiyim insanlar mənim ətrafımdadır. Heç kimin ansız varlığını, yoxluğunu hiss eləmirəm. Adicə elemental bir şey deyim sizə. Mən kimisə ad günü olanda onunla şəklim olmasa belə onun nəyinsə götürüb storydə paylaşıram hörmət naminə. Bu yenə də deyirəm, amma mənim ürəyimdən gəldiyi üçün eləyirəm. Mən o qarşımdakı insana dəyər verdiyim üçün eləyirəm. Görürəm ki, lazım deyilmiş. Yəni istər sağlam olana qurban. İstər mənim ətrafımda olan dostlarımdan, istər ailəvi dostlarımızdan, yəni heç kimdən mən bunu görmədim. Bizim yanaşmamız kimi bizə yanaşma görmədim. Düz deyim, mən uşaq deyiləm, oturub ad gündə kimsə nəyəsə gözləyim, heç elə bir şeyə şükür Allah ki, ehtiyacım da yoxdur. Sadəcə diqqət məsələsi ki var. Qarşımızdakı insana biz necə diqqət göstəririk, dəyər veririk, onu hörmətli saxlamağa çalışırıq. Onlar elə bilməsinlər ki, yəni yenə də deyirəm, amma bu ailədən istifadə edirik. Heç kimin yəni başı üçün deyil ki, mənim ailəmdən istifadə eləsin. Mən istədiyimi eləyərəm, amma o qarşımdakı insan onu baş üçün deyil də istifadə kimi qəbul eləsin. Mundar insan onsuz da eləyər. Onun yəni mundar insan onsuz da eləyəcək. İşte yəni ürəyində fikirləşəcək ki, mən bunu loxladım. Qoy fikirləşsin, eybi yoxdur. Bir insan ki, insanın üzünə bir sözü gəlib deyə bilməyəcək bir karakterə sahibdirsə, heç o insan normal insan deyil. Nəysə uşaqlar, sözümüzü çox uzatmayaq, çünki uzandıqca fikirlər də qarışır. Gedim Alisanı yatışdırım, sonra gəlin yeməyimi pişirim. Videoyu elə sonlandıraq məncə. Məncə sonlandıraq uşaqlar. Bu arada bir söz də deyim sizə. Hardasa bir həftədən sonra yenə Bakıdan çıxırıq. Görək inşallah indi hara gedirik. Yəni gözəl. Bakıdan bilmirəm, amma mən sabah gedirəm də, yəni. Hara gedirsən? Uşağı da atıram səhər üstünə. Gedirəm, mənim başım ağrır. Bir sözlə uşaqlar, sizləri çox sevirik, yaxşı ki varsınız. Yaxşı ki varsınız. Təbriklər üçün hər kəsə təşəkkür edirik. Bacardığımız qədər sizə videolar çəkməyə çalışırıq. Bu qədər soxaz-soxaz içində. Xahiş edirəm, siz də əziyyətimizi dəyərləndirin. Siz də əziyyətimizi yerə vurmayın. Çünki zaten vurmurlar. Mənim izləyicilərim hamısı dəyərli. Çünki biz sizi sevərək, sizi yəni sayaraq nələrsə çəkirik, paylaşırıq. Təcrübə partiyibdən bir şey soruşa bilərəm. İstədim nə qədər şut verdin? Verdim. Yox, soruşuram da aşkım. Orada da çəkir. Həqiqi? Tamam, neysə arkadaşlar. Neysə uşaqlar. Nəysə görə soruşmuram uşaqlar. Prosta maraqlıdır, ailə büdcəmizdir, bilmək istəyirəm. Durun mən də Alisa yeməyim pişirim, videonu sonlandıraq. Alisa ötürüb udulsun qayna oynayır. Ana qabandır yerdən başına dönüb. İşçi deyil, soyuq deyil. Videomuzu bəyəndinizsə like atıp, yorum yazıp, kanalımıza abone olmayı unutmayın. Sizleri çok... Ali sağ ol elə. Sağ ol elə. Bye bye.